Salam, xoş gördük. Yenidən sizləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzuda söhbət açacağım ki, narsistlərin istifadə etdiyi toksiki cümlələr hansılardır? Hansı ki, bunu davamlı şəkildə istifadə edir. Ara bir məsələlərdən söhbət getmir, davamlı istifadəsindən söhbət gedir. Narsist dedikdə zülümkar, insanı dəyərdən salan, insanı psixoloji, fiziki, seksual, o cümlədən də ekonomik istismar edən bir şəxs nəzərdə tutulur. Ən çox rast gəlinəni kişilərdədir, narsistlərin, lakin qadın narsistlərdə az deyildir. Ən çox kişilərdə rast gəlindiyinə görə bir kişi-qadın münasibəti misalından yola çıxacağım ki, narsist kişi, əgər qadın olsaydı qadın, hansı toksiki cümlələrdən istifadə edir? Məsəl üçün, deyə bilər, sən normal deyilsən, sənə psixiatra və ya psixoloqa görünmək lazımdır. Son zamanlar özündə deyilsən, başın yavaş-yavaş qaçır. Və yaxud da deyə bilər, sən çox emosionalsan. Bu sənin fantaziyalarındır. Məsələləri həddindən artıq çox şişirdirsən. Və ya deyə bilər, sən nankorsan, sənin üçün bu qədər şeylər edirəm, bu qədər qazandıram, gətirirəm, saçımı süpürgə edirəm, hər yer aparıram. Təbii ki, bunları eləməyin özü də bir manipulyasiyadır. Amma sən yenə nankorluq edirsən. Özünü artistliyə qoyma. Bilirəm, yalandan edirsən. Hayatsızlıq elə, ağla. Sonra, mənsizsən, heç kimsən. Sən yalnız və yalnız mənim sayəmdə bu səviyyəyə gəlib çıxmısan. Mən olmasam, sən heç bir şey edə bilmərsən. Heç bir şeyə yararlı ola bilmərsən. Sən ümumiyyətlə, həyatda öz yerini tuta bilməzsən. Sonra, ən xoşuna gəldiyi cümlə də budur. Get, məndən yaxşısını onsuz da tapa bilməyəcəksən. Sənə zaten heç bir kişi dözə bilməz. Və yaxud da deyir ki, o sənə elə gəlib. Mən belə bir söz deməmişəm. Bu davranışı etməmişəm. Bu şəkildə baxmamışam. O sən bildiyin şəkildə deyil. Sən xəyallar aləmindən real aləmi qarışdırırsan. Sən hər zaman aləmi bir-birinə qatırsan. Sən hər zaman məni yanlış anlayırsan. Mən haçan elə söz demişəm? Mən haçan bu şəkildə sənə rəftar eləmişəm? Mən haçan kiməsə hansısa gözlə baxmışam? Mən haçan kimlənsə söhbət eləmişəm? Mən haçan sənə xəyanət eləmişəm? Bu xəyanət deyil. Sadəcə sənə dərsdir. Mən əslində sənə xəyanət eləmək istəməmişəm. Mən sənə dərs vermək istəmişəm ki, bir daha məni qədrini bilərsən. Daha sonra deyə bilər, məsələn, sən əgər çıxıb getsən, övladımı əlindən alacam, həyatımı zindan eləyəcəm, səni öldürəcəm. Mən ikimiz üçün də ən yaxşısını bilirəm. Və məni belə qəbul elə. Sən dözməlisən. Məni olduğum kimi qəbul eləməlisən. Yeri gəlmişkən, olduğu kimi qəbul eləmək məsələlərində biraz məsələ tam başqadır. Əgər psixoloji və fiziki şiddətdən söhbət gedirsə, sən bu insanı olduğu kimi qəbul eləməli deyilsən. Xüsusilə onun davranışlarının gələcəkdə olan nəticələrini. Başa düşürsənmi? Yəni, ümumiyyətlə, mənsiz sən bir heçsən. Və bu şəkildə narsist bu sözləri davamlı şəkildə deyərək öz həyat yoldaşıdırmı, deyək ki, sevgilisidirmi, fərqi yoxdur. Və yaxud da övladıdırmı, fərqi yoxdur. Onu özündən asılı vəziyyətə salır. Öz güvənini, öz dəyərini sarsıdır. Və
qarşı tərəfi qurban pozisiyasına keçirdir. Və qarşı tərəfin hiss etdiyi şey ümidsizlik, çarəsizlik, çıxılmaz vəziyyət, hətta yaxşı bir şeylərin olmasına ümidini itməsi. Və indi sual olunur ki, nəyə görə insan bu münasibətlərdən getmir? Ona görə ki, zehnin bir xüsusiyyəti var. Və narsistlər də özləri də bilmədən bunu tətbiq edirlər. Deyək ki, daha çox sizə pis davranırlar, amma elə vaxtlar olur ki, birdən-birə mələyə dönürlər. Romantik hisslərə bürünürlər. Dünyanın ən gözəl insanı olurlar. Və həmin anda deyirsən ki, əssalam, artıq bu düzəldi. Axır ki, düzəldi. Axır ki, mən arzuma çatdım. Yəni, bu xoş davranış insanda mükafat kimi qəbul olunur. Yəqin ki, insan fikirləşir ki, mən bu qədər əziyyətlər çəkdim, onun bəhrəsiymiş. Və çox sürətli, gözlənilməz, eyni zamanda nadir halda gələn belə yaxşı davranış, belə uğur, belə sevgi insanda çox güclü biyokimyəvi bağlılıq yaradır. Dopamin asılılığı, serotonin asılılığı, noradrenalin, adrenalin asılılığı. Bunların kokteyli olur. Və qurban bir mənalı olaraq gözlənti, pozitiv gözlənti və ümid halında olur daimi. Ki, eyb yox. 100 dəfə məni döysə də, deməli, bu dəyişə bilər. Axı, haçansa dəyişib. Hərdən birdən axı yaxşı olur. Demək ki, bu dəyişə bilər. Və bu ümid ona imkan vermir ki, bu münasibətləri tərk eləsin. Təbii ki, onun yanı sıra başqa məsələlər də var. Deyir ki, mən illərlə bu münasibətə əmək vermişəm, sevgi vermişəm, pulumu qoymuşam, emosiyalarımı qoymuşam, əziyyət çəkmişəm. Mən əgər bu münasibəti tərk eləsəm, mən özümə xəyanət eləmiş olaram. Mən valideynlərimə xəyanət eləmiş olaram. Mən zalım da olsa yoldaşıma, övladlarıma xəyanət eləmiş olaram. Yəni, mən belə çıxır ki, boşuna mı həyat yaşamışam? Mən belə çıxır ki, hər şey, bütün zəhmətlər boşuna imiş. Yəni, bunu itirmək istəməmək də bir variantdır. Bir də fikirləşir ki, bax, bu qədər əziyyət çəkmişəm, bəs bunun ədalət duyğusu hardadır? Ədalət axtarışı da var. Axı, gec-tez, ədalət bərqərar olmalıdır. Yəni, bu seriallara da baxır ki, haradakı ədalət bərqərar olur, o da bunun inancını neyir? Möhkəmləndirməyə başlayır. Filan kəsdə hər şey yaxşı oldu. Demək ki, yaxşı ola bilər, insan dəyişə bilər. Və digər səbəblərdən biri beta-endorfin hormonunun işə düşməsidir. Hansı ki, narkotik təsirə malikdir. Məsələn, narsist birdən-birə yoxa çıxır, birdən-birə tərk edir, birdən-birə küsür. Bu, onda çox güclü gərginlik yaradır qurbanda. Görəsən yazacaq, görəsən gələcək. Və birdən meydana çıxanda o gərginliyi azaldan beta-endorfin işə düşüb, onda xüsusi bir rahatlama və eyfarik vəziyyət yaradır. Və bir anlamda beta-endorfin hormonundan da asılı olur. Digər tərəfdən narsist izolyasiya eləyir. Yəni, deyir ki, qohumlarından görüşmə, dostlarından görüşmə, ora getmə, bura getmə. Onlar səni korlaya bilərlər, yoldan çıxarda bilərlər. Və insan, ümumiyyətlə, reallıq, yəni qurban olan adam reallıqla kontaktını itirir. Və yalnız narsistin reallığını qəbul edir. Və bu da özgüvəni, öz dəyəri düşürür. İnsan inanmır ki, onsuz mən hansısa bir həyat tərzi sürə bilərəm və yaxud da nəsə bir şey edə bilərəm. Və narsistin istifadə elədiyi eyni zamanda bu sözlər sistematik olaraq qurbanın şuur altı zehninə yeriyir. Və proqramlanmış qul bir robot meydana gəlir. Diqqətinizə görə minnətdaram. Sağ olun.